Başlayaq. Deməli, bizə verib 3 dənə söz. Zərər, miras və məzəli sözlərini verib. Zərər sözünün qarşısındakı şifrə bu cürdür. 26632. Biz görürük ki, biz bu şifrəni aparıb bunun üzərində yazsaq, hərflərlə rəqəmlər burada uyğun gəlməyəcək. Niyə? Çünki Z 2 uyğun gəlsə, Ə-yə 6 versək, R-yə də 6 verəcəyik onunla. Demək ki, bu cür həll olunmayacaq. Bunu necə eləyəcək indi? Baxırıq sözdə nə var? 2 dənə Ə hərfi var, 2 dənə də nə var? R hərfi var. Baxırıq bura. 2 dənə 6 var, 2 dənə də 2 var. Bu o deməkdir ki, bu Ə ilə R hərfləri bizdə 2 və 6-nı əvəz edəcək. Lakin bir dənə qalan nədir? 3-dür. Bizdə də geridə qalan hərf nə idi? Z hərfi idi. Deməli, onun şifrəsi olacaq bizdə 3. Z-nın şifrəsini tapdıq 3. İndi baxırıq, mənzərə sözündə Z varmı? Bəli, var. Deməli, bizdə 3 olmalıdır. Biz indi 3 olmayan cavabları nə edəcəyik? Çıxacağıq. Bax, A variantını çıxırıq. 3 yoxdur. Sonra D variantını çıxırıq. Bəli, orada da 3 yoxdur. Digərlərini saxlayacağıq. Baxaq indi digərlərinə. Miras sözündə də hər bir hərf fərqlidir. Rəqəmlər də fərqlidir. Sadəcə bir dənə nüans var ki, burada həm yuxarıdakı zərər sözündə, həm də miras sözündə nə var? R hərfi var. Biz indi görürük ki, burada oxşar olan rəqəm hansıdır? Baxırıq 6-dır. Deməli, hər içində olan R hərfinin kodu elə olacaq, bax, həmən o 6. Çünki hər içində də var və hər içində də bizdə olan nədir? 6-dır. Gəldik, biz R-yə yazdıq 6-nı. Deməli, onda Ə oldu 2. Ə tapdıq 2-ni. Görək ki, bizdə R hərfi yoxdur. Yəni, 6 ilə olan bütün variantları çıxacağıq. B ilə də C-ni çıxdıq. Cavab oldu E variantı. Evet. Aydın oldu? Bəli. Həl. Sonra 18-ci sual. 18-ci sualda nə edirik? Bizə verib yenə eyni tipli sual. Burada baxırıq ki, 3 dənə Ə hərfi var, qalan hərflərdən bir dənədir. Biz görürük ki, burada 3 dənə nə var? 2 var. Deməli, biz tapdıq ki, bizdə Ə hərfinin şifrəsi olacaq 2. Dirilər sözündə də bir dənə 2 var. Cəmi bir dənə 2 var. Qalanlarını çıxacağıq. Məsələn, C-də 3 dənə 2 var. E-də 3 dənə 2 var. Bəli. İndi gələk digərlərinə. Bax, məsələn, D-ni də çıxacağıq. D-ni də çıxacağıq. Çünki burada 3 dənə 8 verib bizdə. Bizdə görün 3 dənə eyni olan bir hərf var. 2 dənə I var, 2 dənə R var. Demək ki, bu da olmayacaq. Qaldı bizdə A ilə B. İndi gəlin baxaq. Görək 8 nəyin şifrəsidir, 5 nəyin şifrəsidir. Aşağı baxanda görürük ki, dənəvər sözündə də yenə ərləri tapmışıq 2. Bayla ki, bunları silmişik, burada da silmişik. İndi 3 ilə 7 və 8 yuxarıda da var. Buna bax, 3, 7, 8 burada da var. Burada da var. Elə? İndi görürük ki, burada hansı hərflər eynidir? Ballı. Burada yoxdur. Aşağıdakında yoxdur yəni. N var, burada da var. D var, burada da var. R var, burada da var. Deməli, burada qıraqda qalan hərf bir dənə oldu nə? V hərfi. V hərfinin də şifrəsi olacaq bizdə nə? Qıraqda qalan nədir? 9-dur. Buna tapdıq 9-u. Deməli, bizdə qıraqda qaldı nə? 3, 7, 8. Yuxarıda da təbii ki, 1 ilə 0 da qalır. Yəni, Q ilə L-nın şifrəsini hələ bilmirik. Gəldik aşağı. Aşağıda görürük ki, birincilər sözündə 3 dənə eyni hərf var. Burada da 3 dənə eyni hərf nədir? 5-dir. Gəlirik biz i-nin üstünə yazırıq 5-i. Ona i5. Bəli. i-yə 5-i yazdıq. Bizdə dirilər sözündə 2 dənə 5 olmalıdır. Baxırıq ki, burada A ilə B-də bir fərq, 5-də 2 dənədir. Sonra qaydaq yuxarı. Birincilər sözündə yenə yuxarıdakılarla eyni olan bir burada 8 də var. 2 dənə. Eyni olan nədir? Burada 2 dənə R hərfidir. Baxın. 8-dən burada R-dən 2 dənədir. Burada 8-dən 2 dənədir. Biz elə tapdıq 8-i. Bu da belə getdi. Deməli, R-ın da şifrəsini tapdıq 8. 2 dənə də 8 olmalıdır. B variantını buradan çıxırıq. Qalır A variantı. Bir şey soruşa bilərəm. Buyur. Sıra ilə baxmırıq. Məsələ tutaq ki, Ə-ni 2 tapmışdıq. Ə də sonuncudan əvvəlinkidir. Bəli. Amma A variantında sonuncudur 2. Bildim nə edirsən. Gəl belə deyim. Biz görürük ki, bax buradakı şifrə, yəni yerlər dəyişmiş olmadan verir rəqəmlərin.
Rəqəmlərin yeri dəyişibdir. Demək ki, bu variantda rəqəmləri sırayla da verə bilər. Yerini qarışdırıb verə bilər. Burada qarışdırıb verib yerini. Bax görsən 2 hamısında axırdadır. Demək ki, burada qarışdırıbdır. Burada bunu başa düşür ki, bu qarışdırıb verib ancaq. Çünki ə bizdə axırdan ikincidir. Burada amma 2 rəqəmini sonda yazıb. Aydındır? Çox sağ olun. Sağ olun. Sonra 24 Hemen mənə. ikinciye bakabiliriz. 22. Bəli. Baxaq. Deməli, magistr və tədris sözlərindən alıb əsər sözünü. Tamam, baxaq. Deməli, A hərfini tapaq. A, baxırıq ki, ancaq buradadır. Yazdıq buna biri. Sonra S. S indi burada da var. Burada da var. Bunu tapmaq üçün keçirik aşağı sətrə. Aşağı sətirdəki ikinci hərfə baxırıq ki, A verib. A burada harda var? Bax, bir dənə burada var, elə. Demək ki, bizim ikinci hərfimiz olan A hərfi birinci sözün 5-ci hərfidir. Ki, bu qayda yuxarıda keçərlidir. Yenə birinci sözün 5-ci hərfi bizim olacaq buradakı S-in mövqeyi. Yəni, biz buradan S-in üzərində bax, bu S götürəcəyik. Bəli. S oldu bizdə ikinci. Burada yazaq hər ehtimal qarşı 1, 2. Sonra ə verib bizdə. Ədə ancaq burada var da. Görürük ki, başqa yerdə ə yoxdur. Gəldi buraya yazdıq. 3. Burada da yenə E oldu 3. Qaldı bir dənə R. R da görürük ki, burada da var. R burada da var. İndi onu tapmaq üçün keçirik aşağı. K. Öyle də elə bilərik, bəli. K verib burada. K-nı biz götürə bilərik həm birinci, həm də bax burada dördüncü. Biz görürük ki, burada birinci götürsək, yuxarıda birinci M-i götürməliydik. Amma burada R verib. Deməli, bunu götürə bilməliyik. Bəli. Buradakı K-nı götürəcəyik. O da olacaq bizdə ikincidən dördüncü hərf. İndi biz gəlib bura baxırıq. Biz nə edirik? Birinci sözün birinci sözün ikinci və beşinci hərflərini götürdük. Yəni olacaq bu O, U. Və gəlirik ikinci sözə. İkinci sözündə bir bunu götürəcəyik. Üçüncü olaraq. Bir də dördüncü hərfi olan bu M götürəcəyik. Oldu belə bir cavab. Aydın oldu. Sonra bəs necə olacaq? Necə? Toplama üsulu necə olacaq? Baxaq. Bunları silək. Toplama üsuluna alt-alta baxacağıq. Gələk bura baxaq. Deməli, burada M ilə K-nın birləşməsi bizə verib K-nı. Görürük ki, A ilə O-nun birləşməsi bizə verib O-nu. C ilə M-nin birləşməsi bizə verib M-ni. I ilə B P-ni verir. S ilə A U-nu verir. T ilə Y elə yenə T-ni verir. R ilə D-ni görürük ki, E-ni verir. Sonra baxırıq buradan. T ilə Y-nin birləşməsi T-ni verir. Ə ilə E-nin birləşməsi E-ni verir. D ilə L-ni verəcək. R ilə K E-ni verir. I ilə Ə F-i verir. S ilə də N onu verəcək. Bax, bu cür gedəcək. İndi bizə deyir ki, bax, A ilə O-nun birləşməsini tap. Baxın, gəlib baxırıq bura. A ilə O-nun birləşməsi buradadır mı? Nəyi verib bizə? Onu verib. S ilə A-nın birləşməsini tap. Bəli. S ilə A-nın birləşməsini tap. S ilə A harda var? Baxırıq ki, bax, burada var. S ilə A altıda ancaq buradadır da. Başqa yerdə salda yoxdur. Deməli, bu oldu U. Sonra Ə ilə E-nin birləşməsi. Ə ancaq buradadır. Ə ilə də E, altıda bu ancaq belə formada orada. Ə ilə də E-nin birləşməsi olacaq bizdə nə? Yenə E. Və R ilə də K-nın birləşməsi. Baxırıq ki, R ilə K burada olmur da. R-ın altında Y var. Burada R-ın altında nə var? K var. Deməli, bu R ilə də K-nın birləşməsi bizə verəcək nəyi? E-ni. Yeni. Bəli. İndi hər iki üsulları izah elədim. Bu daha asandır. Bəli, hər iki üsulunu izah elədim. Kimə daha asandır, ondan da istifadə edə bilər. 24-ü bəli izah eləyək. 24-ə baxaq. Hə, bizdən indi söz istəyir. Bir şey cavabı verib bizdən söz istəyir. Baxaq. İndi bax məsələn bayaq kimi altata baxsaq, biz F ilə K-nın birləşməsindən nə alır onu bilmirik. Amma buradan baxa bilərik. L ilə C ilə L-nın birləşməsi bizə nə verəcək? C ilə L harda var? R-ni verib. Bax, C ilə L-nın birləşməsi bizə verir R-ni. Veribmi? Verib. Ə ilə Ö-nün birləşməsi. Ə ilə də Ö-nün birləşməsi bizə verməlidir nəyi? U-nu. Deməli bizim deyək ki sözümüzün, bax birinci sözümüzün ikinci hərfi nə olacaq? U. Onlardan belli. Çünki buranın ikinci hərfi U-dur. Burada da
ə ilə ö-nün birləşməsini və o ə ilə ö-nün alt-altası bizə verir u-nu. Deməli bundan söhbət gedir də. Ə ilə ö-nün birləşməsi bizə verəcək u-nu. Bundan əvvəldə hərflər var, sonra da hərflər var. Sonra c ilə f-nın birləşməsini verib bizə. O da burada c ilə f-nın birləşməsi bizə nə verib? Baxırıq ki, m-i verib. Bax, c ilə f verib bizə m-i. Üçüncü hərflərə baxırıq da təbii ki. O da burada c ilə f-nın birləşməsi m-ni verdi. D ilə k-nın birləşməsi. Bax, axırıncıdan. D ilə k-nın birləşməsi bizə nə verir? Yenə u-nu verir. Deməli, bizim sonuncu hərfimiz də u-dur. Gəldik bura. R ilə ş-nın birləşməsi nə verib bizə? R-nı verib. Baxırıq ki, bura R ilə ş-nın birləşməsi bizə nə verəcək? R-nı verəcək. Deməli, bunun axırı uru ilə qutarır. Uru da ancaq bir dənə A variantında var. Aydındır? Bəli. Müəllimə qaranlıq qaldı. Bir də izah edirəm. Bax, bizdən tələb olunan nədir? Əvvəldəki sual işarəsi. Bizdən cavabı verib. Bax, bu cavabdır. Cavabı verib bizdən. Elə bir ki, toplanan cəm deyil. Cəmi verib toplananlardan birini istəyir. Bunu necə eləyəcəyik? Bax, biz burada alt-alta baxmalıyıq hər bir hərfə. Məsələn, alt-alta bax, c-ın altı nə durur? L durur elə. Onun altında nə durur? R. Deməli, biz bilirik ki, c ilə l-nın birləşməsi bizə verir nəyi? R-nı. Sonra, ə ilə ö-nün birləşməsi. Baxın, ə ilə ö-nün alt-altası bizə verəcək nəyi? U-nu. Yazaq ki, ə üstə gələk. Ö verdi bizə u-nu. Sonra c ilə f-nın birləşməsi bizə verəcək m-nı. Yazaq bunu da qıraqdan. C ilə f bizə verir nəyi? M-nı. D ilə k-nın birləşməsi verəcək yenə u-nu. D üstə gələk. K bərabərdir u-ya. Və son olaraq da r ilə də ş-nın birləşməsi bizə verəcək r-nı. R üstə gələk. Ş bərabərdir r-ya. Bura qədər aydındır. Bəli. Hə. İndi baxırıq bura. Bizdən sual şirəsini verib. Biz onu tapmalıyıq. R ilə ş harda var? Gəlin birinci onu tapaq. Alt-alta. Və yaxud da belə deyək. C ilə l-dan başlayaq. Əvvəldən başlayaq. C ilə l harda var? Baxırıq bax. C ilə l burada deyil. Alt-alta. Onun altında nə var? R var elə. Düz gəlirmi? Gəlir. Sonra ə ilə ö-nün altında nə var? U var. Baxırıq bura. Ə ilə ö-nün altında deməli nə olmalıdır? U olmalıdır. Deməli bizim birinci hərfimizi bilmirik. Amma ikinci hərfimizi bilirik ki, bu dəqiq U-dur. Niyə? Çünki ə, ö və U verib. Baxırıq ki, bura ə, ö, U. Düz gəldimi? Gəlir. Sonra C ilə F-nın birləşməsi bizə M-i verib. Gəlin görək C ilə F harda var? Bax. C ilə F-nın birləşməsi bizə verir M-i. Çünki birinci hərflərdə verib bizdə M. Əla. Sonra D ilə K-nın birləşməsi bizə verir nəyi? Yenə U-nu. Dördüncü hərflərdə, dördüncü hərflərin birləşməsi dördüncü hərfə baxırıq. U-nu verir. İndi D ilə K harda var? Bax, buradadır. Bunların birləşməsi deməli, bunlar D, K, U alt-alta olmalıdır elə. Yəni bizim sonuncu hərfimiz də nədir? U-dur. İkinci və dördüncü hərflərimizi bilirik ki, U-dur. Avtomatik buradan B ilə Y getdi. Sonra deyək ki, bizə axırda R ilə də Ş-nın birləşməsini tap. O da R-nı verib. İndi görək R ilə Ş harda birləşir? Bax, birinci sözlərin üçüncü hərfləri olan R ilə Ş burada birləşir. Ki, biz oradan tapa bilirik ki, aşağıdakı sözün də üçüncü hərfi nədir? R ilə Ş-nın birləşməsi bizə verir nəyi? R-nı. Biz buradan tapdıq. Bu da oldu R. Baxırıq ki, quyu verib səhvdir, qutu verib səhvdir. Cavab oldu nə? Elə A variantı. Aydın oldu? Bəli. Deyək başa düşdü hamı? Ən rahatı budur mənim. Tamam. Müəllim, mən biraz geç qoşulmuşdum. 19-cu suala baxmısınız? 19-cu suala xeyr, baxmamışıq 19-a. Baxaq. Bəli, zəhmət olmasın. Deməli bizə verib zəlzələ və mənzərə sözlərini. İki qarşısına şifrələrini verib və qarışıq verib şifrələrini. Baxırıq ki, qarışıqmı verib deyək, baxaq görək. Məsələn, gəldim buraya yazdım 3, 0, 1, 3, 0, 1, 0. Baxırıq ki, əllərin üzərində 0 var, l-ların üzərində 1 var, s-ların üzərində düz bölümdüz verib. Yox, bu qarışıq deyil artıq. Bu dəqiq burada veriləni götürüb üzərində yazdıq. Gördük ki, bunların hamısı uyğun gəlir. Yəni, ə hər yanda 0-dır, z hər yanda 3-dür, l hər yanda 1-dir. Gəlib baxırıq bura. M-nın şifrəsini bilirik? Bilmirik. Ə-nin şifrəsini bilirikmi? Bəli, bilirik. Nədir? 0-dır. N-nin şifrəsini bilmirik. Boşluq qoyuruq. Z-nın şifrəsi 3-dür. Bunu bilirik.
N-in şifrəsi yenə yazırıq 0. R-nın şifrəsini bilmirik. Boşluq qoyuruq və N-in şifrəsi yenə nədir? 0-dır. Bunu da yazdıq burada. İndi baxırıq bura. Baxın, A variantında baxın. Deməli, A variantında bizə verib 1, 0, 4, 3, 0, 5, 0. 1 ilə başlaya bilər, görün bu. 1 nədir bizdə? L-dir. Amma bizə M verib. Deməli, A-nı çıxdıq. Baxırıq bura. 8, 0, 5, 3, 0, 7, 0. 8 ola bilərmi? Yuxarıda yoxdur, ola bilər. Sonra 5. 5-də ola bilərmi? Ola bilər. Bəli, yuxarıda 5 yoxdur. Ola bilər. Sonra 3 yazmışıq. 0, 7. 7 yuxarıda yoxdur ki, xeyr yoxdur. Deməli, D variantı ola bilər. Bunu saxlayırıq qıraqda. B variantını dəqiq çıxırıq. B variantında 3 yoxdur. Y variantında da 9, 0, 1, 3, 0, 8, 0 verib. İndi burada da bizə verir deməli 9, 0, 1, 3, 0, 8, 0. Bir yuxarıda var deyə onu da çıxırıq Bəli. değil mi? Y variantına. Elə D Bəli. variantı cavab. Bəli. Yerində çıxırıq. C-yə baxırıq ki, burada da 3 yoxdur. Bəli, çıxdı. Cavab oldu D variantı. Aydın oldu? Bəli. Sualı Sağ olun. verən başa düşdük. Hə, tamam. 20-yə baxaq. 20-də yenə eyni sualı sadəcə olaraq bizdə fiqurlarla verib çaşdırıcı ola bilər. Bax, sapiens sözündə eyni olan hərflər hansılardır? Birinci və Sən. axırıncı, Sən. yəni 7-ci. Bunlar eyni olmalıdır. Bunu yadda saxlayaq. Bunlar eyni, qalanların hamısı fərqli olmalıdır, müxtəlif. Bax, A variantına baxırıq. 1 ilə sonuncu eynidir. Amma Eynidir. baxın, bundan da bu eynidir. Belə bir şey olmaz. Biz görürük ki, burada A var, burada A yoxdur. A-nı sildik. Sonra B variantına baxırıq. B-də görürük ki, bax bu ikisi eynidir. Baxırıq ki, fərqli, hamısı fərqlidir qardaşlarım. Bəli, hamısı fərqlidir. Bunu saxlayırıq. C-yə baxırıq. C-də bax başdaşlar ilə fərqli verib. Y variantıdır cavab. Baxacağıq. Bu bir dənə D-yə baxaq. D-də görürük ki, bəli, bunlar yenə fərqlidir. Bunu da sildik. E variantında görürük ki, bu ikisi Düzdür. bu ikisi fərqlidir. Bu ikisi eynidir. Ortaşlar hamısı fərqlidir. Bunu saxlayırıq. B variantına qayıdıb baxırıq ki, B variantında bəli 3 dənə var, bir dənəsində 3 dənə var. Onda o 5'e. Bəli, cavab oldu E variantı. Evet. Aydındır? Bəli. Şimdi sualda başa düşdük. Bəli, başa düşdüm. Tamam. Sonra 28-ə baxaq da müəllim. baxaq 28-ə. 28-dən və sual var. Şey. Tamam. Kimsə əl qaldırmışdı elə bir. Əlimdə müəllim. Hə, tamam. 28-ə baxaq. Deməli, bunu da keçən dərs demişdik, bu formada sualları. Birinci ilə başlayırıq hər zaman. Bölündə 1 olandan başlayırıq. O da nədir? D-dir. Biz D-ni dəstək yazırıq, elə D-nin üzərindən. Sonra 2, yəni A-nı yazırıq A-nın üzərində. Sonra nə var burada? 3 var. 3 burada B-nin yanındadır. Gətirib B-ni yazdıq İ-nin üzərində. 4 bizdə nədir? E-dir. Gətirdik yazdıq R-nın üzərində. 5 də bizdə nədir? C-dir. N-in üzərində qeyd elədik. Getdi. Sonra burada bir də T verib. Deməli, K-nın şifrəsi oldu nə? T. Sonra 2-yə verib U. Onun şifrəsi oldu U. 3-ə verib F. E-nin şifrəsi olsa F. Sonra 4-ə verib H. Onun şifrəsi olacaq H. S-in də şifrəsi olacaq O. O. İndi bizdən radius sözünü istəyir. Radius sözündə deməli 1 olmalıdır nə? Y. 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 1 Y. 1 Y olmayanları gəlin çıxaq. 2A. 2-yə baxırıq. A, bəli, 2A-dır. Tamam. 3D. 2A olmayan var ümumiyyətlə? Baxaq görək. 2A olmayan A variantı. A A variantı variantı. çıxdıq. Bəli. Sonra 3-ə baxırıq. 3 nədir bizdə? D. D. D-nin də şifrəsi də D-dir. 3D. İndi 3D olmayana baxaq. 3D bunda var. Bunda var. Bunda da var. Tamam. 3D hamısında var. 4i. İ'nin şifrəsini biz bilirik B-dir. 4 olmalıdır B. 4B. Baxırıq ki 4B olmayan Y variantını çıxırıq. Sonra 5-ə baxırıq. 5-də U verib, onun da şifrəsi H-dır. 5-ə yazdıq H-ı.
Baxırıq ki, burada h verib, burada da h verib. Əla. Axırıncıda da deməli s verib. Ona da 10-u yazırıq. 6 o olmalıdır. Burada verib B. Səhvdir. Cavab olur nə? C variantı. Variantı. Aydın oldu deyək. Bəli. Bəli. Bəli, müəllim. Mən də Niye belə eləmişdim, amma altıncısı olmadı. S oldu ki? Sən- Daha doğrusu O oldu. 6 niye O oldu? Çünki baxın 6-cı hərfimiz nədir? S-dir. S-in üzərində yuxarıda nə durur? O hərfi durur da. Çünki dedik ki, burada S 5-ci hərfdir. 5-ci də 10-un bölündədir. Elə bil ki, 10-un bölündə 5 var. Biz yatıb 10 yazdıq S-in üzərində. Həmin S-in şifrəsi deməli bizdə oldu O. İndi harda S görsə üzərinə O yazmalıyıq. O S də burada təbii ki 6-cı hərfdir, yəni axırıncı hərfdir. Biz ona görə 6-ya yazmalıyıq 10-u. 6 O da olan, məsələn B variantında F verib. Onu çıxırıq. Digərlərini zaten çıxmışdıq. Cavab qalır ancaq C variantı. Başa düşdünüz? Bəli. Sual kimin idi? Aydın oldu sual. Bəli, müəllim, aydın oldu. Tamam. 30-cu suala baxaq. 30-da bizə verib yəni fırtına və əfatun sözlərinin qarşısında olan şifrəsini verib. Gəlin baxaq. Gəlin belə, bunu daha asan yolundan görə gedə bilirikmi? Burada verib bizə nə? F. Birinci F verib. Bir harda var? F harda var daha doğrusu? F burada üçüncüdür. O da R ilə başlayır. Hə, bizdə R yoxdur. Hə, bu suala gəldi çıxdıq. Gəlin belə eləyək. Bir üstündən eləmək olar. Bu biraz qarışıq sualdır elə. F bəli, B-dir burada. F. B-dir. F-ə bu yazdıq. Ola bilsin sonra yanlışlıq olub burada. F burada deməli B-dir. 1 oldu B. B harda var? Baxın, B harda yazılıb? Yuxarıda var elə. Yanında nə durur? 1. Yəni F. Baxırıq burada da var B. Amma ikincidir. İkinci nədir? F. Deməli vəssalam da birinci hərfimiz nədir? F-dir. Biz buradan 3 dənə variantı bir dəfəyə çıxdıq. İkinci hərfimiz nədir? X-dır. Gəlin biz X-nı yuxarıda axtaraq. X bax burada ikinci sətirdə birinci hərfdir. Yəni nədir? Əl elə. Yazımla da əni. Avtomatik C-də getdi cavab olur D variantı. Qalan tapaq ehtiyac yoxdur. Aydındır? Mən başa Nəzərinizə düşmədim. bilərsiniz. Tamam. Baxın, biz burada dedik ki, F-i B-nə əvəzlədik. Bunu başa düşdük yəqin ki. Burada səhvlik olubdur. Bu F-B-dir. Biz B-ni... O sualda səhv. Səhvlik var Bəli. sualda. Bəli. Burada biz B-ni, F-in yeni B durmalıdır burada. B-ni biz yuxarıda axtarırıq. Baxın, B buradadır. Yanında nə durur? 1. 1 burada hansı hərfin nömrəsidir? F-indir elə. F burada birincidir. Deməli bizim aşağıdakı birinci hərfimiz nədir? F-dir. Biz F-lə başlamalıyıq. Bu aydındır. Bəli. Əla. Sonra baxırıq ikinciyə. 2 harda yazılıb? Bax, burada X-nın bölündə 2 var. Yaxşı, bəs X hardadır? Baxırıq ki, X bax, buradadır. Yanında nə durur? 1 durur. Yəni, bu deməkdir ki, buradakı birinci hərfdir. Yəni, Ə hərfidir, elə. Gəldik, buradan da F-in yanına yazdıq nəyi? Ə-ni. Deməli, biz F ilə başlamalıyıq. F ilə də D variantı başlayır. Necə? Rəqəmlərin altıları ilə gedib sözümüzün üstündə yazırıq. Yazılar tətbiq edin, dağılır. Bəli. Aydın oldu. Bayaqçı dedimlə də eləyə bilərik. Bu formada da eləyə bilərik. Mən məsələn, beləcə də tapa bilərik hamısını tək-tək. Belə də gedə bilərik. Hansı sıradır daha yaxşı, hansını istəyir eləyək. Aydın oldu belə. Bəli, müəllim. 42-yə baxa bilərik. Baxa bilərik. Qışın əvvəl sual var. 41. Ondan qabaq 41. 41. 41. Baxaq 41. 32, 33-cü sual var. Tamam, 33-33-ə baxaq. Deməli, bizə burada nə verib? Bizə burada verib ki, bəyəx kimi qarağat və xardalları verib. İndi bizə deyir ki, mən hərflər vermişəm, sən sözü tap. Tapaq da. Deməli, burada yenə bir hardadır?
M-in yanındadır. Bəs yaxşı, M hardadır? Baxırıq ki, bax M de buradadır. Yəni birinci. O da birdir ha. Elə bil ki, birinci hərfdə. Birinci hərfimiz nədir burada? Q-dır. Deməli biz nə ilə başlayırıq? Q hərfindən başlayırıq. D ilə yeni sildik. Sonra ikinci hərfimiz nədir? T-dir. A variantı. Baxacağıq. T harda var? T burada 6-cı hərfdir. Yəni A hərfidir. Yazdıq buna A-nı. Baxırıq ki, A. C-də Q ilə verib. Səhvdir, sildik. Üçüncü hərfimiz nədir? N hərfidir. N hərfi də yenə yuxarıda, elə üçüncü hərfdir. O da R-nı əvəz edir. Deməli biz üçüncü hərfimiz R-nı yazmalıyıq. Ki, cavab olur nə? A variantı. Qarşı. Mənim xardal sözündə M3 var. Orada N3 bəli, var, orada da üçüncü. bəli. Orada da bax N3 üçüncüdə, elə bir ki, üçüncü hərfdir. Yəni R-nın şifrəsidir. Yuxarıda da R-nın şifrəsidir, aşağıda da R-nın şifrəsidir. O dəyişmir. Bildiniz nətər? Elə bir ki, N Bəli, burada 3 verib. Yəni üçüncü hərfin şifrəsidir də N. Yuxarıda da 3 verib. Üçüncü hərfin şifrəsidir. Baxın, üçüncü hərf R-dır. Əla. Baxırıq yuxarıda da varmı? Var. Burada da yenə 3 verib. Yəni üçüncü hərfin şifrəsidir, o da R-dır. Yenə fərq eləmir. İkisində R-nın şifrəsidir N. Sonra 33-cü sual. Orada da yenə eyni formada, sadəcə daha çox hərf var. Deməli, gəlin baxaq. Bizdə gəlin belə eləyək. L hərfi birincidir. L hərfi yuxarıdan neçəncidir? Baxırıq şuraya 1, 2, 3, 4, 5, 6, 7, 7-ci hərfdir. Burada 7-ci hərf nədir? U-dur. Bəs bura baxaq. 1, 2, 3, 4, 5, 6. 6 nədir? Yenə U-dur. Deməli biz gördük ki, L-nın şifrəsi nədir? U-dur. Deməli 1 olmalıdır U. Biz buradan A-nı, B-ni və D-ni sildik. İndi İ-yə baxırıq. İ hərfi burada ikincidir təbii ki. Yuxarı baxırıq. İ burada dördüncüdür. Dördüncü hərfimiz nədir? E-dir. Baxırıq burada da dördüncüdür. 4 burada da E-dir. Və sıralam 2 yazdıq E-ni. 2E olan cəmi bir dənə cavabımız var. O da E variantıdır. Aydın oldu. Bəli. Başa düşdünüz belə? Rahatdır bana. Rahat sual. Şimdi sual edik. Başa düşdük deyək. Bəli, başa düşdüm müəllim. Sağ olun. Əla, sağ olun. 41-ə baxırıq. 41-də nə sual var? Yox, gəlin baxaq 41-ə. Burada verib riyaziyyat üstəgələ fizika bərabərdir 9-a. İndi burada biz 9 dönə nə ola bilər? Gəlin onu tapaq. Hərf sayı təbii ki, çoxdur. 9 ala bilməz. Sayı səslənən sayda 1, 2, 3, 4, 3 dənə də bunlar 7 eləyər. Bu da olmaz. Deməli, nə qaldı geriyə? Samitlər 1, 2, 3, 4, 5, 6 dənə buradadır. Üstə gələk 1, 2, 3 dənə də buradadır. Olur 9. İndi biz eyni şeyi, bəli, samitlərini cəmr edirik. Aşağıda yoxlayırıq. Bax, C, Ə, B, R. Gör ki, 3 dənə samit var. 1, 2, 3, 4. 4 dənə burada cəmr edir 7. Sonra baxırıq burada. Coğrafiya sözündə 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Cəmi neçə eləyir? 9 eləyir. Aydın oldu. 9. Bəli. Sonra 42-yə baxaq. 42 dünya görüşü sualıdır. Materik 6, okean 4, fəsil 4, not. Nə qədər not var? 7. Ne atmadım? Bəli, 7 dənə not var. C variantı. Elə bir şey 6 dənə materik var, 4 dənə okean var, 4 dənə fəsil. 7 dənə not var. Sonra 43-ə baxırıq. Neçəyə? 43-ə? Bir dəqiqə bir şey deyim. 44. Nə deyir? Bu necə tapdınız? Burada gördük ki, bax, nə qədər materik var? Dünyada nə qədər materik var? Dünyada 6 dənə materik var da, bunu bilirik. Sonra nə qədər okean var dünyada? 4 dənə. Nə qədər fəsil var? 4 dənə fəsil var da. Bəs nə qədər not var? 7 dənə not var. Bilirsiniz nətər? Bu yəni xüsusi bir düsturu, izahı falan yoxdur. Sadəcə dünya görüşü sualıdır. Aydın oldu. Qəbula biraz sorular.
düşə bilər də. Hər sual sala bilərlər. Sonra 40-a baxaq. Deməli bizə verib yuxarıda 4 dənə hərfi verməyib. Burada yenə 4 dənə verməyib, burada 4 dənə verməyib. Deməli bizdə hər üçündə də eyni hərflərdir. Hər üçündə eyni hərflər və biz bu hərflərdən sözlər düzəltməliyik. Məsələn, burada i qalıb, burada əkar qalıb, burada sər qalıb. Əkardırsa biz buna nə deyə bilərik? Məsələn, Bəstəkar. bəstəkar deyə bilərikmi? Bəli, bəstəkar. Deyək ki, bəstəkarı qoysaq b, ə, s, t. Qoydum bura bəstəkar. İndi buna qoyaq. B, ə, s, t. Bəst alındı. Burada da s, ə, r verib. Yazıq bura b, ə, s, t. Nə oldu? Sərbəst. Deməli, cavab B variantı hər 4 hərfi yuxarıdakı 3 sözə qoyanda sözlərimiz əmələ gəlir. Aydındır? Bəli. Əla. Baxaq. 44-ə Bəli, 44-ə baxırıq. Burada biraz maraqlı sualdır bu. 15 və 8-dən İÜ yazıb. Bu, elə bir şey, bunların cəminin baş hərfləridir. Yəni, cəmi 23 eləyir. Onda baş hərfi 23-dür. Sonra burada cəmləri 78. 43-dən 35-in cəmi 78. 70 Y ilə başlayır. 8-də S ilə başlayır. Burada da yenə 76 ilə 102-ci cəmi 178 eləyir. 1, yəni 100 70 8-də S ilə başlayır. Oldu belə. İndi bizdən tələb elədiyi budur. Bunların cəmi eləyir bizdə 77. Onlar nə ilə başlayır? Y. Y. Cavab oldu C C variantı. variantı. Aydın oldu? Bəli. Bəli. Əla. Keçək. 45 demişdiniz. 45 bəli. Tamam. Təhsil sözündə 1 və 2, vasitə sözündə 5 və 6. Bundan nə ola bilər sizcə? 1, 2 nədir burada? Sanki yox. Baxın, gəlin belə deyim. Yuxarısını nömrələsək əgər. 1 ilə 2 nədir? Müəllim belə ola bilər. Necə? T. T ilə ə. Birinci söz samitdir. İkinci söz saitdir. İkincidə beşinci söz saitdir. Beşinci söz samitdir. Altıncı söz saitdir. Belə. Yox, belə deyim. Bu buc olacaq. T ilə ə-nin yerini istəyir bizdən. T ilə nə burada neçəncidir? 1 ilə 2. Burada neçəncidir? 5 və 6. Bəs yaxşı, burada neçəncidir? 1, 2, 1 və 4 və 7. Aydındır? Bəli. Aydın olmadı. Zəhmət olmasa bir də başa sala bilərsiniz. Belə deyim. Bizdə 1 ilə 2-ni və 5 ilə 6-nı niyə verib? Bu 1, 2 o deməkdir ki, burada birinci və ikinci hərflərdən söhbət gedir. 1, 2 ancaq onu göstərir burada. Birinci və ikinci hərflər nədir? T-ədir. Baxırsan, bax burada T-ə. Bəs yaxşı, burada 5, 6 niyə verir? Burada 5, 6 hansıdır? Yenə T ilə ədir. Biz indi bizdən demək tələb elədiyi nədir? T ilə ə-nin yerini istəyir bizdən. Yuxarıda 1, 2, aşağıda 5, 6. Bu demək ki, hərsində də var da. T ilə hərsində də var və hərsində yerini göstərir. Bax, burada 1, 2, burada da 5, 6. Qısasa üstün nömrəliysən, tapırsan. Və bizdən indi bu T ilə ə-ni tələbat sözündə deyək ki, tap görək hansı yerdə yerləşirlər. Baxırsan bura. T 1-dir, ə 2-dir. Buradakı ə 4-cü yerdə durur. Buradakı da 7-ci yerdə durur. Demək biz görürük ki, T ilə ə-nin yeri 1, 2, 4 və 7-dir. O da bizdə cavabda ancaq D variantında var. Aydındır? Bəli, aydındır. Çox sağ olun. Sağ olun. Sonra 47. 47-yə baxaq. Belə deyim, baxaq bura.
Baxın, M hərfi burada birincidir. Burada altıncıdır. Burada da beşincidir. İndi bu M hərfinin mövqeyinə uyğun olaraq, baxın, mövqeyinə uyğun olaraq deyirəm. Burada bomba işarəsi var. Bax, hamısında birinci bombadır. Deməli, bu bombaların hamısı ikinci sözdə axırıncı olmalıdır. Niyə? Çünki M hərfi burada birincidir, burada altıncıdır, yəni axırıncıdır. Burada da hamısında axırıncı olmalıdır. Baxırsan ki, burada təyyarə işarəsi var. Onun üçün yeni silirik. Baxırsan ki, burada da həmən o burada bomba dediyimiz burada olmalıdır bizdə 5-ci. Baxaq şöyle 5-ci olmayan hansılardır? Baxın, A variantında 3-cü verib bombanı. Burada da verir 4-cü. Bunu da sildik. Qaldı bizdə B ilə C. İndi B ilə C-də baxaq indi ikincilərə. Məsələn, Ə burada ikincidir, burada 4-cüdür, burada da yenə 4-cüdür. İndi baxırıq bura. B ilə C-də, bax məsələn, burada 4 durub. İkinci, Ə hərfi yenə 4 durub. Burada ikincidir, burada 4-cüdür, burada da 4-cüdür. Burada da həmən yerdə qar dənəci durub. Qar dənəci burada ikincidir, burada üçüncüdür, burada da üçüncüdür. Demək ki, bu səhvdir. Niyə? Çünki bizdə ikinci yerdə duran ədəd ikincidə və üçüncü sözdə dördüncü yerdə durmalıdır. Burada görürük ki, qar dənəci burada ikincidir, burada üçüncüdür, burada da üçüncüdür. Deməli, C nə çıxır, cavab qalır nə? B variantı. Aydındır? Şimdi sualə başa düşdü deyək. Bəli. 51-ci sualdan əvvəl sual var. Xeyr. Estağfurullah, borcumuz. Baxırıq 51-ci suala. Deməli, bizə verib tənbəl, bəltən və bəntən. Görürük ki, bax, hərfləri elə bir ki, burada fərqli cür kodlaşdırıb yazıblar buraya. Biz nə edirik? Gəlin baxaq. Bizdə burada tənbəl sözünün qarşısında belə bir hərfləri qeyd edilibdir. Biz bu hərfləri üzərinə bax bunu qeyd eləsək. Məsələn, yazaq bura 4. Burada verilən şifrəni gətirib bunu da yazsaq. 1, 5, 6, 2, 3. Bunu yazdıq belə. Bu o deməkdir ki, T-nın şifrəsi nədir? U-dur. Ə-nin şifrəsi nədir? R-dır. N-nın şifrəsi nədir? C-dir. Sonra B-nın şifrəsi nədir? Baxırıq ki, buradan i-dir. Ə-nin şifrəsi yenə nədir? R-dır. L-nın şifrəsi nədir? Axırıncı X-dır. Bunu necə tapdıq bir izah edeyim. Bax, burada verilən rəqəmləri götürdük bunun üzərində yazdıq. Bu onların oldu sıra nömrəsi. Yəni, hansının üstündə 1 yazıbsa, o bizdə birinci hərfin şifrəsidir. Yəni, T-nın şifrəsidir. Oldu bizdə U. Eyni qaydada ikinci R hərfi də oldu bizdə Ə-nin şifrəsi, C oldu N-nın şifrəsi, I oldu B-nın şifrəsi, X da oldu L-nın şifrəsi. Bunu tapdıq. İndi baxırıq bəltən sözünə. İndi burada da yenə gəlin nömrəliyək. 6, 1, 4, 5, 2, 3. Baxırın, burada indi 1 yazılan i-dir. Deməli, burada B-nın üzərində i oldu. Baxırıq ki, burada da yuxarıda da B-nın üzərində i var, burada da i var. Deməli, düz tapmışıq. Baxırıq 2-yə. Burada R-in üzərindədir ki, yəni R bizdə ikinci hərfin, yəni Ə-nin şifrəsidir. 3 bizdə X-dır, L-nın şifrəsidir. 4 U, T-nın şifrəsidir. Sonra Ə. Yenə görürük ki, buradan R-dır və axırda da C variantı olacaq cavab. Belə, necə? Cavab C variantı olacaq. Baxaq, taparıq. Deməli, bizdə indi bəntən verib. Gəlin tapaq görə bu bəntən sözündəki hərflərin kodu nədir? B-nin kodu i-dir. Ə-nin kodu R-dir. E-nin kodu C-dir. T-nin kodu U-dur. Ə-nin kodu yenə R-dır. N-nın da kodu yenə nədir? C-dir. Biz bunu beləcə qeyd elədik. Və indi biz bunu, bax, burada verilən şifrəyə əsasən düzməliyik. Bax, belə. Məsələn, bunu belə düzüm. Bax, burada verilən var. Biz bunu burada verilən rəqəmlə əsasən düzməliyik. Yəni, necə? Bax, 3, 5, 1, 2, 6, 4. Bax, bunu belə düzdük.
İndi sırayla düzək. Nəyin üzərində 1 var? C-nun. Cəhdin C-ni yazdım birinci. Sonra ikinci hansıdır? U-dur. U. Cəhdin U-nu yazdım, bura ikinci. Bizə dəqiqə 1, 2 və yaxud da bizə dəqiqə bunu belə deyil. Bizə dəqiqə, hə. Belə elə bilərik. Baxın, 3 verib elə bizə. Üçüncü hərfimiz hansıdır? C-dir. C-nu yazdıq birinci. Sonra 5-ci hərfimiz hansıdır? R. Yazdıq R-i. Birinci hərfimiz nədir? İ-dir. İ. Sonra ikinci hərf R-dır. 6-cı hərf C-dir. 4-cü hərf nədir? U-dur. Alındı nə? C, R, I, R, C, U. O da bizdə olacaq nə? B variantı. B var. Axırıncı prosesi bir də izah edeyim. Biz burada hərfləri tapdıq. Bənddən sözün üzərindəki hərfləri tapdıq. Bunu burada verilən sıralama ilə düzdük. Yəni 3, 5, 1, 2, 6, 4-ə əsasən düzdük. Üçüncü hərfimiz C idi də, deməli C-ni birinci yazdıq. 5-ci hərfimiz nə idi? R. Deməli R oldu bizdə ikinci. Niyə? Çünki ikinci 5-i verdi də burada. 1 ilə 2 nədir? I ilə R-dır. Onu da yazdıq belə. Və 6 ilə 4 də nədir bizdə? C ilə U-dur. Onu da düzdük belə. Cavabı tapdıq. C, R, I, R, C, U. B variantı. Aydındır? Bəli. Bəli, bəli. Əla. Sonra 65 var. 65. Beşdən əvvəl sual var, yoxsa 59. 59. 59-a baxaq. Deməli, bizə burada verib nəyi? Baxın, deməli, belə bir şifrə verib bizə, biz bunu tapmalıyıq. Bu, belə bölsək, məsəl üçün, belə deyim. Arxadan da qabaqdan arxa fərqi yoxdur. Məsəl üçün, belə deyək, buna 1 desək, buna dedik 1. Sonra, bunu da bölsən, buna da 1 deyə bilərsən. Bunu bölsən, buna 4 deyə bilərsən. Buna da deyə bilərsən 5. Yəni 5, 4, 1, 1 bizdə var. Yoxdur ki? Yoxdur. Deməli, bunu belə götürə bilmərik. Sonra, başqa cür götürək. Məsələn, gəlin bunu götürək belə. Buna deyək 5. Buna deyək 1. Buna deyək yenə 5. Buna deyək 1. 5, 1, 5, 1 varmı? Var. Baxın. İkinci. Sonra, burada başqalar da var təbii ki. Gəlin indi bunu silib başqasını yazaq. Məsələn, bunu silək. Sonra, birincini də ayrı yazsaq. 3. Sonra bunu ayrı yazsaq. 2. Sonra bunu ayrı götürsək. 1. Sonra bunu ayrı götürsək. 5. Bunu da belə. İndi 3, 2, 1, 5, 1 varmı? Baxaq görək. Var. 5-ci demədim var. Ah, bəli, axırıncıdır. Var. Bu da belə. Sonra, indi bunu belə eləyə bilərik. Görək, başqa necə eləyə bilirik. 3, 2. 4 bizdə hansıdır? 4 budur. Yaxşı, bunu böldük 4-ə. Bunu götürdük 1. Bunu da 1. 3, 2, 4, 1, 1 varmı? Var. Əla. Var mı? Cavabımız oldu nə? 2, 3, 5, B variantı. Aydındır? Bəli. Mən bunu başa düşmədim. Tamam, başdan bir izah edeyim. Bunu bir neçə bölməliyik biz. Yəni siz onu bir-bir qoyursunuz, hansı uyğun gəlsə onu götürürsünüz. Bəli. Fərq eləmir. Yəni yuxarıda bizə 5 dənə variant verib və cavabda görürük ki, bizə uyğunluq kimidir, elə bir seçimdir. Bax məsəl üçün biz bunu A-ya götürsək, bu olacaq 3. Sonra bunu A-ya götürsək, bu olacaq 2. Baxın, ikinci kvadratdır. Sonra biz bunu 1 götürə bilərik mi? Bəli, götürə bilərik. Çünki 1 bizdə budur elə. Sonra bunu bölsək, deyək ki, bu da oldu 5. Axıra qaldı nə? Yenə 1. Baxın, bu şifrə bizdə varmı? Yuxarıda görürük ki, var. Bax, bu deyil, buradadır. Götürdük.
Sonra indi bu ütüşün tərpətmədən görək başqa nəsə alına bilərmi ütüşüdən? Başa düşdüm müəllim. Yəni ki, uyğun gələnlər o A variantı 1-3-5-dirsə, yuxarıdakı 1-3-5 hansı ki yoxlayıb hansı uyğun gəldi, o da başa düşdüm. Hələ sonra 65. 65. Bunu yazmışam, səhv çıxıb. Baxaq. 64-ü də izah edə bilərsiniz zəhmət olmasa. Məsələn 64-ü. 64-dür, bəli. 64. Deməli, bizdə verib fayl, dəftər, masa və qarşısına verib ban. İndi yaxşı, gəlin buna əvvəl baxdığımız kimi sırayla alt-alta baxaq. Bax, A hərfi burada da var. Burada da var. Burada da var. Yəni hər üçündə olan bir söz axtaraq. Məsələn, nə? Masa, masa, masa. Deməli, A oldu nə? Masa. Bizdə görün masa var. Xeyr. Deməli, A bizdə olmayacaq. Heç bizdə ümumiyyətlə verməyib onda. Sonra, gəlin bunları silək. İndi bizi çaşdırmasın sonra. A-ları sildik. Sonra, baxın, burada da var. Burada da var. İndi Başa burada hər düşdüm. şeydə olan söz. Cümlələri birləşdirib, ondan sonra aşağıdakı Bəli, söz bəli. tamamlayacağıq. Bəli. Fail bizdə yoxdur. Deməli, n-ı da çıxacağıq. Buradan 2 getdi. Sonra, n-ları silək. Burada qaldı su olacaq M. Sonra dəftər olacaq B. Bunu da sildik. Qələmlə stol da olacaq. Deməli, biz dedik, hə, qələmlə stol aşağıdadır. F burada da var, burada da var. Yəni ki, olacaq qələm F ki, bizdə F olmayacaq. 4-ü çıxdıq. Bəli. Qaldı stola da E. Yazdıq bura E-ni. Saat olacaq nə? P. Deməli, bizdə bu 4 dənə hərfdən deyir, sözlər düzəldim. Məsələn, P, E, M, bu ola bilərmi? Hamısı var, ola bilər. Sonra M, P, E, B düzdür, ola bilər. E, M, B, P var. Deməli, cavabımız olacaq 1, 3, 5, E variantı. Aydındır? Sağ olun. Sağ olun. Sual 65-ə baxaq. Yenə eyni tipdədir. Sadəcə burada cümlə kimi verib. Necə elə bilərik? Baxın, yenə sətirlə baxaq. O dərs oxuyur, mən kitab oxuyuram. Hər şeydə nə var? Oxumaq var elə. Bunları sildik. Burada nə var? Hər şeydə zıpı var. Deməli, oxumaq oldu nə? Zıpı. Bizdə mən dərsdə test yazıram. Zıpı var burada. Deməli, oxumaq var? Yoxdur. Deməli, z ilə bunu sildik. C variantı getdi. Sonra o ilə o. Burada da var. Burada da var. Bundan hər şeydə nə var? Fi var. Deməli, fi oldu nə? O. Bizdə görün o var. Yox. Deməli, bizdə fi olmayacaq. Variantlarda da yoxdur. Bunları da silək. Dərs nə qaldı? Ta. Deməli, bizdə dərs varsa ta olmalıdır. Bunu da sildik. Sonra var burada kitab. Kitab burada da var. Burada da var. İndi hər şeydə olan nədir? MK. Bax, burada da var, burada da var. Deməli, kitab oldu MK. Kitab bizdə yoxdur ümumiyyətlə. MK yəni olmayacaq ki, buradan D variantını sildik. Sonra deməli, qaldı nə? Test. Test, burada əvvəlcə mən qaldı. Mən nədir? CR-dir mən. Deməli, mən burada varmı? Var. CR burada var. B variantında var, A-da var, E-də var. Sonra testə baxaq. Test həm burada var, həm də burada var. UB-dur o da. Test oldu UB. Deməli, bizdə UB da var. Onda buradan E-ni silirik. Və yazmaq nədir? Yazmaq da bir dənə qaldı nə? X. X də bizdə hər şeyində var. İndi gəlin baxaq. Deməli, CR, ta, UB, X. Burada X, UB, lo var. Baxın, lo bizdə yoxdur ümumiyyətlə. Cavab oldu nə? A variantı. Aydındır? Bəli, müəllim, çox sağ olun. Sizə sağ olun. Sonra 66. Deməli, 66-cı sualda yazıb dünən hava isti idi, bu gün dəniz çox istidir. Tamam, burada hər şeydə olan nədir? İsti. Həm burada var, həm də burada var. İndi gəlin baxaq ki, hər şeydə olan nədir? La, elə ladır, bəli. La həm burada var, həm də burada var.
Görək burada isti varmı? Var. Deməli bizdə bir dənə la olmalıdır. Sonra baxın idi. Həm burada var, həm də burada var. Hər ikisində olan nədir? To. Deməli idi oldu nə? To. Görürsünüz burada bizdə idi sözündən yox, rast gəlmir. Yəni to olan variantları çıxmalıyıq. Aynen beni çıxdıq. Sonra baxaq görək. Başqa nə var? Dünən var. Necə? Soyuq var. Bəli. Soyuq burada bir dənə buradadır. Başqa yerdə yoxdur. Onu tapana qədər hələ biz tapa bilərik hava sözünü. Hava burada da var. Burada da var. 1-dən 4-də var. Yəni 1-də və 4-də olan mel var. Mel oldu bizdə hava. Baxın ki, burada havadan söhbət getmir. Yəni mel bizdə olmayacaq. Və üçüncü cümlədə dəniz sözləri var. Deməli oradan iki tem silə bilərik ikisində də. Bəli. Deməli biz buradan melə görə C ilə çıxdıq. Sonra deməli biz nəyi tapdıq buradan? Havanı tapdıq. Onu da çıxdıq. Dünən nə qaldı bizdə? Dünən qaldı ku. Deməli dünən tapdıq ku. Ku olanda hər ikisində də var. Sonra bunları da silək. Gəlin bu günə baxaq. Bu gün. Burada da var, burada da var. Yenə 2-də 4-də var. 2-də və 4-də olan nə var? Far. Deməli far oldu bu gün. Far. Bəli. Hər ikisində də var far. Bunları da sildik. Deməli bu gün getdi. Soyuq nə qaldı bir dənə? Xep qaldı. Deməli soyuq oldu. Xep. Xep görürük ki, bunda da var, bunda da var. Tamam. İndi burada qaldı dəniz sözü. Dəniz ikinci və üçüncü cümlələrdə var. O da oldu nə? Tem. Tem oldu dəniz. Dəniz ümumiyyətlə bizdə yoxdur. Deməli bizdə Yuxarıda çox qalır. Çox da deməli zipdir. Bəli, çox oldu zip. Bizdə də zip 2 dənə olmalıdır. Niyə? Çünki 2 dənə çox sözü var. Baxaq görək hansında 2 dənə zip var. D variantında 2 dənə zip mövcuddur. Devam. Aydındır? Bəli. Sonra 70. 70. Testlərə qədər işləyibsiz. 100-ə qədər mənim. Mən 100-ə qədər. Axırı Tamam. 70. Çox şumanlıq dərsin üstə qalacaq. Çünki vaxtımız azar və sualların sayı çoxdur. Ona görə bitirməyənlər də gəlin dərsə bitirərlər elə. Eləcə sualın hamısına baxıb yeni dərs keçək. 70-ə baxırıq elə. 70-də deməli belə bir 3 hərfli sözlər verib bizə 5 dənə. D adı. Burada D adı sözündə baxın 2 dənə eyni hərfdən istifadə olunur. Biz burada görürük ki, ola bilər 2-5-2 və yaxud da 4-0-4 ya 7-5-7. Belə eləyə bilərik. Baxaq bura. Baxın, burada A hərfi 1, 2, 3. İkinci sütunda 3 dənə A hərfi var. Bu o deməkdir ki, bizim variantlarda ikinci rəqəmlər 3 dənə eyni olmalıdır. Baxırıq 5, 6, 0, 5, 5. Deməli, biz A-nın şifrəsini tapdıq 5. Əla, bu getdi. Bizdə də hat var. Hatda da 5 var. Deməli, B-ni və D-ni D-ni. Bəli. Və buradan biz Y ilə A-nı da sildik. Niyə? Çünki H ilə T fərqlidir. Burada 2, 2 verib, burada da 7, 7 verib. Qaldı bir dənə 9, 5, 1. Aydındır? Yəni, orada 2 dənə eyni rəqəm verirsə, deməli 2 dənə eyni hərf olmalıdır. Amma bizə H ilə T-ni verib. Başa düşdünüz uşaqlar? Bəli. Sonra 74 mənim. 74. Hansı suala qədər vaxtımız çatsa ora qədər. 74. Sonra 78-də baxacağıq. Deməli 74-də bizə yaxşımı sütunla baxacağıq buna. Sütunla baxsaq görürük ki, bizdə 2 dənə Ə hərfi var. Biz baxırıq ki, ilk rəqəmlərdən 2 dənə eyni olan hansıdır? 3-dür. Deməli biz Ə-nin şifrəsini tapdıq 3. Ə-yə indi hər yanda 3-ü yazaq. 2 dənə sözündə də 3 var. Amma bir dənə 3 var. Ona görə biz buradan B-ni və C-ni silə bilərik.
Sonra bax burada da birinci verib onu. 3'ü birinci verib. Bunu da sildik. Qaldı bizdə A ilə D. İndi baxırıq bura. İkinci sütunda bir dənə 2 dənə T var. Biz burada görürük ki, onun da şöyle soracaq 4. Niyə? Çünki 2 dənə 4 var. T'nin də şifrəsini tapdıq 4. Biz görürük ki 3, 4, 3 olan nə var? 8 var axı. 3, 4, 3, 8. Deməli 2'nin da şifrəsi oldu 8. İndi görürük ki buradan 3, 8, 3 olan hansıdır? 3, 8, budur bax 9, 3, 8, 3. Deməli L'ın da şifrəsini tapırıq 9. Burada da 9 var. İndi Q, L, B-da 3 ilə 9 tapmışıq. Orta 39 var. Qıraqdaşlar 1 ilə 0'dır. Deməli Q ilə də bunun şifrəsini tapdıq 1 ilə 0. Biz görürük burada bizdə bu da lazım deyil. Bizə lazım olan nədir? R və C hərflərini tapmaqdır. Qalxırıq yuxarı. Biz bunasını tapmışıq. Ə-ni, K-nı, T-ni, L-nı və Q ilə bunu tapmışıq. Biz baxaq bura 3, 4 ilə başlayan bir dənə nə qaldı? 26 qaldı. Gəldik buna yazdıq 2, buna yazdıq 6. Deməli R-nın şifrəsi oldu 6. 6 ilə başlayan cəmi bir dənə cavabımız var, o da variantıdır. Deməli variantlara görə tapırıq bunu. Bəli, bəli, hamısı variantlara görə hesablanır. Sonra 78. Bəli, mənim 78. Baxaq. Deməli, bizə verib burada 5 dənə hər söz və 5 dənə şifrə. Bizdə söz düzəltməyi istəyir bizdən. Baxaq. Birinci baxaq birinci sütuna. S, Z, Z, F, Ş. Deməli 2 dənə Z hərfi var. Bunun kodunu tapaq gəlin. 6, 6. Deməli biz Z-ın kodunu tapdıq 6. Axırı 6 ilə bitən hansıdır? Bax bu 9, 7, 5. 9, 7, 5. Deməli F oldu 9. Ə oldu 7. Sonra R oldu 5. Əla. İndi gəlin baxaq bura. Biz F-nın şifrəsini tapmışıq 9, Ə-nin şifrəsini tapmışıq 7, R-nın şifrəsini tapmışıq 5. A-nı tapmamışıq. A bizdə çünki yoxdur. S-nın canını tapaq. Axırı 759 olan hansıdır bizdə? 759 ya 6 ya 8. Ya 6 ya 8. 6-nı tapmışıq Z-dır. Deməli qaldı bir dənə 8. O da S-dir. Deməli biz bunun da şifrəsini tapdıq. S, Ə oldu 7. T bizdə yoxdur. Ona boş saxlayırıq. Gəlin baxaq. 9, 7, 5, 8, 7. 9, 7, 5, boşluq 8, 7 ola bilərmi? Ola bilər. Amma burada 2 verib. 2 yuxarıda varmı? Yoxdur. Amma Yoxdur. həm A-ya 2 verib, həm T-yə 2 verib. Baxın, 2-ni yaz verə ki burada. Bu mümkün deyil. Çünki bir rəqəm 2 dənə fərqli hərfə uyğun gələ bilməz. Sonra A variantını sildik. 9, 7, 5, 8, 7 yoxdur. Bunu da sildik. 9, 7, 5, 8, 7, 2, 4 var. Ola bilərmi? Bəli, ola bilər. Saxlayacaq bunu. Sonra 9, 7, 5, 8, 7 yenə 4, 4 verib. Yenə eyni verib. Baxın. Aynı T-nin şifrəsini 4 verib. Səhvdir. 9, 7, 5, 1, 7, 8, 7 yoxdur. Cavab oldu nə? E variantı. Eyvallah. Aydındır bu sual dəqiq. Bəli. Bəli, mənim çox sağ ol. Tamam. Sağ olun. Səhəsinə baxaq. Deməli, burada yenə bu dəfə bəxşini 78 deyirsiniz. İzah edeyim. Tamam. Deməli bizə baxın. Bu tip suallar eləyəndə birinci sütunla baxırıq. Gör ki sütunda bizdə birinci sütunda 2 dənə Z hərfi var. Bu Z hərfini tapmaq üçün nə edirik? Qadiriq bax burada rəqəmlərdən, birinci rəqəmlərdən 2 dənə eyni olan hansıdır? 6. Niyə 2 dənə deyirəm? Çünki burada 2 dənə Z hərfi var idi. Bax bu ikisi. Bu deməkdir ki, bu 2 dənə Z-ın şifrəsi olacaq bizdə 6. Biz də görürük ki, burada ümumiyyətlə bizə Z lazım deyil. Sadəcə bunu tapdıq. Hardasa gördük yerinə 6 yazırıq. Bax sən burada 6-nı yazdın axıra. Görsən ki, bax burada hansısa bir dənə 6 ilə bitir. Bax bu şifrə 6 ilə bitir. Cəhdi o şifrəni yazsan bu fərz sözün üzərində. Buradan tapırsan F-nın şifrəsini 9.
Ənin şifrəsini 7, R-nın şifrəsini 5. İndi harda F görsən yeni yazsan 9-u, Ə görsən yeni yazsan 7-ni, R görsən yeni yazsan 5-i. Burada da onun kimi 9, 7, 5-i yazdım buradan. Ən zaten tapırsan 7. İkisində də Ə 7-dir. Bunu tapandan sonra nə edirsən? Bir tapırsan hamısını. Məsələn, 6, 7, 5, 9, 7 artıq. İndi 7, 5, 9 olan başqa hansı şifrəmiz var? 7, 5, 9 olan başqa məsələn bu gedir artıq bu yoxdur. Bunu yazmışıq. Qaldı bir dənə bu. Buradan da biz tapırıq ki, S-in şifrəsi nədir? 8-dir. Niyə? Çünki 7, 5, 9 olan söz, yəni sərf sözündə 7, 5, 9 var və əvvəlin birinci rəqəmləri 8-dir. Yəni S-in şifrəsi olacaq bizdə 8. Gəldik biz burada S-in yerinə yazdıq 8-i. Biz indi bunu nə edirik? Variantlardan işləyib tapırıq. Baxırsan A variantına. 9, 7, 5 var burada. Əla. 8, 7 də var. Amma görsən ki, bax burada da 2 verib. Burada da 2 verib. Halbuki burada A verib, burada T verib. Yəni bunun da ikisinin də yerinə 2 yaza bilməz, axı uzaq baş birinə yaza bilər. Çünki fərqli hərflərdir. Baxırsan bura. Burada 9, 7, 5, 4, 1, 7, 2 verib. Halbuki bizdə 8 olmalıdır. 8 yoxdur. Bunu sildik. Eyni qaydan gəlib baxsam 9, 7, 5, 4, 8, 7, 4. Yenə bax bu ikisinin eyni verib. Bu da A-nın 7-nə vəziyyəti bayaq dedik. Buna da ki 4 yazıb. Ki bu da səhvdir. Eyni hərf olmaq üçün eyni rəqəm də ola bilməzlər. Burada da 8 yoxdur. Bunu da sildik. Cavab qala bir dənə E variantı. Siz sağ olun. Sonra 80 suala baxaq. Deməli 80-ə baxaq hələ. Burada artıq rəqəmlərin şifrəsini rəqəmlərlə verib. Nə edəcəyik? Baxırıq birinci sütuna. Birinci sütunda görürük ki eyni olan rəqəm yoxdur. 3, 9, 7, 8, 6. Eyni yoxdur. Baxırsan ikinci sütuna. 8, 3, 1, 2, 3. Aha tapdın. 2 dənə nə var? 3 var. Gəlib baxsan indi variantlardakı rəqəmlərə. Baxırsan ikincilərə. Bəli, atacağım. Deməli 1, 9, 0, 9, 4. Aha, bax ikinci rəqəmlərə baxın bir dənə. 1, 9, 0, 9, 4. Biz buradan 3-ün şifrəsini tapırıq nə? 9. 9. Çünki 2 dənə nə var? 3 var, 2 dənə 9 var. Deməli, bax buradan biz görürük ki 3, 9-dur axı. Haradakı 3 görsən, üstə 9 yazsan. 9 ilə başlayan şifrəmiz budur elə. Gətirib bax burada veriləni yazsan bunun üzərində. 9, 4, 6, 5, 6. İndi dedik ki, bayaq harada 3 görsə yenə 9 yazırıq. İndi burada da 9 yazdıq. 8-in yeni 4 yazmalıyıq hər yerdə. Çünki üzərində 4 var. 4, 4. İndi 2 dənə 4 olan bir dənə bu variantımız var. Yazdım burada 0, 7, 8. Bunu da yazdıq belə. İndi bunu belə Üstündən yazdık. 6 olur. Buradan necə? 6 üstündən 6. Bəli, 6 üstə 6 da onsuz. Sadəcə burada bir dənə nüans var ki, biz bayaq 6 üstə 6 tapdıq elə. Elə bizdən onu istəyir. 6 ilə başlayan lazım bizə. 6 üstə 6 yazıq axı. 6 ilə başlayan bir dənə cavabımız var, o da E variantıdır. Aydındır? Bəli. Hamı aydın oldu sual? Gəlin bu günü yekunlaşdıraq. Gəlin dərs davam eləyərik. Yalnız suallarımız hələ qalıb və bitirməyən uşaqlar da var. Gəlin dərsə onlar da bitirsinlər. Elə suallarımızın hamısına baxaq. Keçək dərsimizə. Heç nə. Onda gecəniz xeyrə qalsın. Bir də 6-cı gün olacaq dərsimiz öz vaxtında. Təşəkkür ederim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Gecəniz xeyrə.